Hüseyn Cavid yaradıcılığının birinci mərhələsinə aid olan İblis əsəri 1918-ci ildə yazılmış mənzum romantik faciədir. İblis faciəsi müharibələrin əsl mahiyyətini açıb göstərən və müharibə əleyhinə yazılmış əsərdir. Əsərin əvvəlində həqiqət axtarıcısı olsa da, nəfsinə uyması onu kamil insana çevirə bilmir. İblis əsərdə müxtəlif qiyafələrdə qarşımıza çıxır. Lakin özünün də dediyi kimi İblis heç də kənarda deyil. Əgər biz öz nəfsimizə qalib gələ bilsək, bu zaman biz İblisə qalib gəlmiş oluruq. Əgər nəfsimizə qalib gələ bilməsək, o zaman İblisin əsrinə çevrilmiş oluruq. Necə ki İblis sonuncu monoloqunda bu sözləri dediyi kimi: "Bənsiz də əmin ol, sizə rəhbərlik edən var. Qan püskürən, atəş savuran kinli krallar, şahlar, ulu xaqanlar, o çılğın dərəbəhlər, altun və qadın düşkünü divanə bəbəhlər, hər bir yaratıcı siyasilər, o hər an mənsəb çıxaran, göz ayıran, hadim ədyan, onlarda bütün fitnə düşər, zülm xəyanət, onlar duruyorkən mənim rəhbirə nə hacət?" İblis nədir? Cümlə xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir? İblis.